Ki, Polad Həşimov, bəli, erməni generalını öldürdüyünə görə deyərəm ki, burada həmən o düşmən dövlətlərin işlərinə zid yanaşdığına görə, bax, həmən insanlar tərəfindən də cəzalanıb. Erməni generalı, hansı ki, döyüşlərin başladığı ərazilərdə, məsələn, Talışın önündə duran erməni qüvvələrinin generalı, belə deyək, komanda məntəqəsində, o da bizlər kimi, yəni bizim necə ki, ali rütbələrimiz komanda məntəqəsində döyüşü idarə edir, onlar da eyni qaydada olduğu zaman, yəni bizim tərəfdən artilleriyanın atışı, Talış istiqamətində olan atışı, birbaşa hədəfi dəyməsi və o generalın orada yaralanması məlumatı götürülür bunlara, bizdə olan bu qara qüvvələrə. Bu qara qüvvələrdən, yəni kömək məqsədi ilə istənilir ki, o atışı dayandırın, biz oradakı şəxsi heyəti çıxardaq. Bildiniz? Bu zəngdə Polad Həşimova edilir ki, o istiqamətdə artilleriya atışını filan koordinatı, yəni artıq mövqe bəlli, koordinat verilir bəlli. Ermənilər zəng edir Polada? Bəli? Ermənilər Polad Həşimova zəng edirlər? Yox, buna zəng eləyən Hikmət Həsənov olub. Hikmət Həsənov filan istiqamətin atışını dayandır. Deyiləndə Polad Həşimov həmən radiostansiyanı bəli, hissənərək qırağa tullayıb və sırf həmən nöqtə bunu cəlb etdiyi üçün bu sözdən sonra, diqqətini cəlb etdiyi üçün, həmən nöqtəyə zərbələr indirməyə əmr verib. Bu əmrdən sonra ona ikinci zəng olunub. İkinci zəng, məsəl üçün, o döyüşdə, o istiqamətdə olan hansısa bir deyək, yaxın nəfərə, ona yaxın ərazidə olan bir komandirə mi deyib, kiməsə deyim, yüksək rütbəliyə zəng olunub ki, dərhal radiostansiyanı çatdır Polada. Bu Poladın yanına o radiostansiyanı qaçıb çatdırana kimi, Polad həmən deyilən koordinata artıq, deyilən saydan da çox da, yəni bu arada mənim məlumatım var, ona görə soruşuram. O ikinci zəng eləyən kim olubdur Polad Həşimova? Radiostansiyada Polad Həşimova deyiləndə ki, sənə dedik vurma deyiləndə, bu da mən set pisdir, elə bildim, vur dediniz, belə bir cavab verib. Eşitmişəm. Bəli. Bax, məsələ belə olub. Elmar bəy, üzr istəyirəm, o bir dəqiqə, ikinci dəfə zəng eləyən, yenə Hikmət zəng eləyibmiş, yoxsa? Hikmət zəng eləyib, hansısa bir mavini mi deyim, dəqiq, yəni bilmirəm, amma yəni danışılanlar, orada görülənlər, söhbət bu olub. Və buna da təsdiqləyici faktlar da odur ki, yenə deyirəm, şücaət göstərən, döyüşü idarə eləyən, hansısa bir ürəyi olan, yəni Polad Həşimov bir ay orada deyir, meşoqların üstündə yatıb, o polkovnik. Onu nə qədər geriyə çağırıblar ki, gəl məsəl üçün ştaba, gəl harasa, o bilirmiş sanki ki, mən buradan çıxsam torpaqları qaytaracaqlar.